qadının elm öyrənməsi. Əlbəttə ki, qadın elm öyrənməlidir. Qadının da ən yaxşı müəllimi kimdir? Yoldaşı. İndi Allah korusun, biraz göbul səsinicə də bunu demək lazım. Qadının yoldaşı da özü bilmirsə, bəs onda necə olacaq hal? Kişi də cahil qalır, qadın da cahil qalır, Allah korusun. Yəni, qadın üçün ən yaxşı müəllim kimdir? Onun evində yoldaşı. Yəni, mən özüm də öyrənməliyəm, mənim yoldaşım da öyrənməlidir. Məqsəd bu olmalıdır. Mən öyrənəcəm şəriəti, şərt deyil ki, biz hamımız elm tələbəsi olaq. Yaşadığımız yerdə də. Öyrənəcəm Allahın kitabını doğru şəkildə öyrənməyi, sonra yoldaşımı öyrədəcəm. Öyrədəcəm, yoldaşım da, özür istəyirəm, söhbəti məndən getim, o məndə. Yoldaşım da nədir? Uşaqları öyrədəcəm. Öyrənəcəm ərəb dilini. Öyrənəcəm şəriət elmlərini, tövhidi, sünnəni, fıqhı, bütün məsələləri. Sonra nədir? Qadın da öyrənəcək, uşaqlarını öyrədəcək. Beləliklə Allahın izinə qadın da öyrənmiş olacaq. Qadınla da öyrənmiş olacaq. Yəni, qadınların da arasında Allah mübarək, Allah bərəkət versin, bildiyimə görə nə qədər əlhamdülillah öyrənənlər var. Qadın müəllimələri azdır, yox, çoxdur. Çoxdur, əlhamdülillah, Allah mübarək. Əlhamdülillah, dərslər keçirilir, ərəb dili dərslər keçirilir, Quran dərsləri keçirilir, sonra fıqh dərsləri keçirilir, əqidə dərsləri keçirilir. Nə qədər dərslər, nə qədər qruplar var ki, Allah mübarək, orada nədir? Qadınlar üçün dərslər keçirilir. Ona görə qadınlar özləri birincisi bu məsələdə gərək neynəsinlər? Özləri gərək bu məsələdə himməli olsunlar, əzimkar olsunlar. Ki, mən də öyrənəcəm. Mən də Quran oxumağı gözəl şəkildə öyrənəcəm. Mən də Peyğəmbərin sallallahu əleyhi və səlləmin hədislərini öyrənmək üçün, bilmək üçün, muradını başa düşmək üçün, Allahın ayətlərini başa düşmək üçün ərəb dilini öyrənəcəm. O, alimlərdən biri danışırdı, deyirdi, Şafiləri şafi eləyənlər analar idi. Əhmədləri əhməd eləyən analar idi. Onların anaları oldu da. İmam Şafi rahiməhullahın atası tez dünyasını dəyişmişdir, rəhmətullah aleyh. İmam Şafinin anası əlindən tuturdu, aparırdı oğlunu nəyə? Quran mərkəzlərinə, aparırdı elm mərkəzlərinə, elm halqalarına ki, elm öyrən.